Bismillah. 2026-cı ildə ən xoşbəxt olacaq bürclər kimlərdir? 2026-cı il astroloji baxımından bəzi bürclər üçün xüsusilə uğurlu və xoşbəxt enerji ilə yadda qalacaq. Amma unutma ki, bu ümumi proqnozdur. Şəxsi doğum xəritəsi daha dəqiq nəticə verir. 2026-cı ildə ən xoşbəxt olacaq bürclər Boğa. 2026 boğalar üçün stabil uğur və maddi rahatlıq ili olacaq. Pul axını artacaq, ailə və sevgi həyatı sabitləşəcək, uzun müddətli planlar gerçəkləşəcək. Şirlər üçün bu il parlama və diqqət mərkəzində olma vaxtıdır. Karyerada yüksəliş, yeni imkanlar və tanınma, özünə inam maksimum səviyyədə. Ox atanlar üçün şans ili sayılır. Səyahət və yeni başlanğıclar, gözlənilməz uğurlar, risklərdən qazanc. Balıqlar üçün emosional və maddi balans ili olacaq. Sevgi həyatında xoş sürprizlər, yaradıcılıq və intuisiya güclənir. Pul baxımından rahatlıq olacaq. Əkizlər üçün fürsətlər ili açılır. Yeni tanışlıqlar, biznes və gəlir artımı, qərarların uğurlu nəticəsi. Qısa yekun 2026-da ən çox xoşbəxtlik enerjisi alan bürclər Boğa, Şir, Ox atan, Balıq və Əkizlərdir.